Salam əziz valideynlər. Bu gün sizlərə NRS, yəni sidik qatırma problemi haqqında qısa məlumat vermək istəyirəm. Sidik qatırma nədir? Yaranma səbəbləri nələrdir və neçə yaşdan sonra biz artıq NRS deyə bilərik? Korreksiya üsulları, yolları nələrdir? İlk öncə onu qeyd etmək istəyirəm ki, uşaqlarda qeyri-iradi sidik ifrazı, yəni özləri bilmədən atlarını islatması NRS adlanır. Sidik ifrazı zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələri isə eyni vaxtda yığılmalıdır. Sidik qatırmanın bir sıra səbəbləri vardır. Genetika ilə bağlı nevrozlar, sinir sistemi problemləri və digər bir səbəb də ailədə yaşanan psixoloji problemlər ola bilər. 3 yaşa qədər uşaqlarda sinir sistemi bu prosesi nəzərdə edə biləcək səviyyədə inkişaf etmədiyindən avtomatik şəkildə qeyri-iradi sidik ifrazı baş verir. 3 yaşdan sonra isə artıq bu prosesə şuurlu şəkildə sinir sistemi nəzarət etməyə başlayır. Beləliklə, 4 yaş və 4 yaşdan yuxarı uşaqlarda qeyri-iradi sidik ifrazı, yəni gecə və ya gündüz yerini və altını islatma prosesi baş verdikdə biz artıq sidik qatırmadan şübhələnə bilərik. Onu da qeyd edim ki, hər bir uşaq individualdır və bu yaş uşaqlara görə bəzən fərqli ola bilər. NRS-in korreksiyası Cənubi Psixologiya və Reabilitasiya Mərkəzində təyin etdiyimiz terapiya üsulu ilə dərmansız, aparatsız, yalnız manual yolla birbaşa sinir sisteminə təsir edərək sidik qatırma problemini aradan qaldırırıq. Təyin olunan müddət və xidmətlərlə bu problemin həllinə tam zəmanət veririk.